bizim Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədimiz var. Biz bu formatda çox sıx işləyirik. Bu sənəd çərçivəsində biz həm Cənub Qaz Dəhlizi çərçivəsində, həm yaşıl enerji layihələri formatında çox sıx əməkdaşlıq edirik. Bura digər istiqamətlər də daxildir, istər enerji səmərəliliyi, istər karbon emisiyalarının azaldılması və bir sıra digər enerji sahəsinə aid olan məsələlər də bu əməkdaşlığın ayrılmaz hissəsidir ki, biz burada bugün həyata keçirilən tədbirlər nəticəsində fürsətdən istifadə edərək demək olar ki, bütün məsələlər üzərindən birlikdə keçirik. Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır. Artıq uzun illərdir ki, bu enerji təchizatı istər neft sahəsində, istər təbii qaz olsun, həyata keçirilir. Son illərdə xüsusilə Avropada enerji təhlükəsizliyi sahəsində ortaya çıxan məsələlərin həlli məqsədi ilə bizim Avropaya təchiz etdiyimiz təbii qaz xüsusi rola malikdir. Onun xüsusi əhəmiyyəti olub. Bugün tədbirdə iştirak edən Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı bu məqamı xüsusi qeyd elədi.